Quranda da Allah buyurur ki, hamınız Allahın ipindən yapışın və dağılışmayın, parçalanmayın. Ümumiyyətlə, cəmiyyət içində parçalanma salmaq istəyən, müxtəlif mövzular vasitəsilə manipulyasiya eləmək istəyən qüvvələrə yox deməli, bu fürsətdən istifadə edib və mən ümid edirəm, əminəm buna, şübhəm yoxdur ki, bu aksiyalar öz son nəticəsinə gəlib çıxacaq. Biz nəsə bir fövqəladə bir şey tələb eləmirik. Biz Azərbaycanın öz ərazisi üzərində hakimiyyətinin tam bərpa olmasını istəyirik. Biz dəfələrlə bildirmişik ki, orada yaşayan erməni əhalisinin də Azərbaycan inteqrasiyasına mane olmaq fikrində deyilik və Azərbaycan arasında bir dənə də erməni silahlı birləşməsi qalmamalıdır. Bunu hər bir dövlətin normal tələbləridir və gənclərimiz də dinc aksiya vasitəsilə bu tələbləri ifadə edirlər. Onlar bilməlidirlər ki, bugün bütün Azərbaycan onlarladır. Onlar haqq yoldadır. Bizim mübarizəmiz ümumiyyətlə əvvəldən haqq mübarizəsi olub, bugün də haqq mübarizəsidir və biz heç zaman haqsızlığa yol verməmişik. Biz həmişə öz mübarizəmizdə mənəvi prinsipləri, qırmızı xətləri qorumuşuq. Heç zaman mənəvi hədləri aşmamışıq. Azərbaycan təkcə döyüşdə qələbə çalmadı, həm də mənəvi baxımdan düşmənə qələbə çaldı. Çünki biz bütün o qırmızı xətlərə riayət edərək həm hərbi sahədə məharət göstərə bildi Azərbaycan ordusu, həm də mənəviyyatda üstünlüyünü nümayiş etdirə bildi və bizim gənclərimiz də bugün bu yolu davam etdirirlər. Azərbaycan göstərir, Azərbaycan gənci göstərir ki, o dinc aksiya